Xaricdən gətirilən yağlar, ət məhsulları, meyvələr, eləcə də digər ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti artıb. Üstəlik, bahalaşma ötən ilin eyni dövrü ilə müqayisədə 25% olub. Elə ölkə bazarlarında satılan xarici məhsullara nəzər saldıqda da qiymət artımını müşahidə etmək olur. Ərzaq məhsullarının tərkibinə baxanda görürük ki, son 12 ayda ən yüksək, ən sürətli bahalaşan ət məhsullarıdır. Son 12 ayda 8,5% bahalaşıb. Kərə yağında 12,5% bahalaşma var. Tərəvəzdə bahalaşma 13%-dir. Meyvədə bahalaşma 7,4%-dir. Süd və süd məhsullarında bahalaşma 7,5%-dir. Balıq məhsullarında bahalaşma 4,7%-dir. Dünyada ərzaq qiymətlərinin bahalaşması və partnyor ölkələrdə, ticari partnyor ölkələrdə inflyasiyanın yüksək olması ona gətirib çıxarır ki, ölkədə ərzaq qiymətləri bahalaşır, bahalaşması da davam edəcəyi gözlənilir. İdxal inflyasiyasının minimumlaşdırılması, xüsusən də istehlak bazarındakı qiymət artımlarının qarşısının alınması vacib və prioritet istiqamətlərdən biridir. Təbii ki, bunun əsas yollarından biri yerli istehsalın dəstəklənməsidir. Çünki ixal olunan məhsullarda qiymət artımları praktik olaraq istehlak bazarına təsir göstərir, xüsusən ərzaq məhsulunun qiymətlərində artımlarla müşahidə olunur.